sürətdədir. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Bu dəfə Ağdam rayonunun Kəngərli kəndinə daha 40 ailə, yəni 154 nəfər köçürülüb. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bölgədə ümumilikdə 43 mindən çox insan yaşayır. Biz bu 32 ildir bu günü gözləyirdik. Həmişə arzumuz bol ki, öz elimizə, ovamıza, torpağımıza köçək. Bu günü bizə Allah Teala qismət elədi. Buna görə də mən şahidlərimizə Allah rəhmət eləsin deyirəm. Allah onlara rəhmət eləsin. Yerləri nurla dolsun. Qazilərimizə can sağlığı arzu edirəm. Ona görə ki, bu günü bizə yaşatdılar. Onlar olmasaydı, bəli, biz bu günü görə bilməzdik. Mən çıxanda 32 il bundan qabaq idi, 30 yaşım var idi. Bir yoldaşım idi, bir özüm idi. Kətdən də çıxanda axırıncı çıxmışam. Yəni o dövrdə heç kəs yox, ən axırda mən çıxmışam. Ağdamda oxumağı çox arzulamışam. Ağdamda böyük gələcəyim olsun istəyirəm. Həmişə babalarımdan Ağdamın yaxşı şəhər olduğunu eşitmişəm və Ağdamı görməyə gedəndə həm həqiqətən adam pis olurdu. Ağdamda həkim işləməyi arzulayıram.